6 noyabr Azərbaycan televiziyası və radiosu günüdür. 1926-cı il noyabrın 6-sında Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlanıb. Həmin gün Azərbaycan televiziyası və radiosu günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi də qeyd olunur. Radionun fəaliyyətə başlamasından 30 il sonra isə televiziya tamaşaçıların görüşünə gəlib. 1956-cı il fevralın 14-də ilk dəfə ağ-qara təsvirdə televiziya proqramı efirə çıxıb. Uzun inkişaf yolu keçən Azərbaycan televiziyası və radiosu 44 günlük vətən müharibəsində qazanılan zəfərdən sonra işğaldan azad olunan bölgələrə də qayıdıb. Radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib. Azərbaycan radiosuna, televiziyasına qiyməti ən gözəl, ən düzgün qiyməti mənə elə gəlir Ulu Öndər Heydər Əliyev verib. O sözləri bir daha təkrar eləsəm, mənə elə gəlir yerinə düşər. Azərbaycan televiziyası Azərbaycan xalqının milli sərvətidir. Bundan böyük qiymət olarmı? Nəzərə alsaq ki, müasir dinləyici bir qədər daha sürətlə yaşayır, daha sürətlə görmək istəyir, daha sürətlə eşitmək istəyir. İnformativ məlumatlarla müasir dinləyicini qane eləyək. Sizə deyim, bu özü də həm maraqlıdır, həm də çətindir. Mənim ən xoşbəxt bəxtəvər günlərim radioda keçib. Çünki mən radionu çox istəmişəm. Bilirdim ki, belə öz doğma evimdir, öz doğma yurdumdur. Hər kəs öz işini sevməlidir. Hər kəs, nə iş olur olsun, hamısı sevməlidir. Ofeliya xanım, radiomuzun gənc simalarına nə kimi tövsiyələriniz var? Və radio onları düz yola aparır. Başlarını çaşdırmağa qoymur. Böyük əhəmiyyəti var radionun. Çox böyük əhəmiyyəti var. Radio anadır. Radio bizim ədəbiyyatımızdır.